Güləş üzrə 23 yaşlıların Avropa birinciliyində sərbəst növdə komanda hesabında ardıcıl 4-cü dəfə çempion olan millimiz Albaniyadan vətənə qayıdıb. İdmançılarımızı qarşılayanlar arasında ailə üzvləri, federasiya rəsmiləri və güləş ictimaiyyəti yer alıb. Təmsilçilərimizdən 86 kiloqramda Arseniy Dijoyev qızıl, 61-də Ceyhun Allahverdiyev, 70-də Kənan Heybətov, 74-də Ağanəzər Novruzov, 79-da Fərid Cabbarov gümüş, 57-də Rəhman İmanov, 65-də Murad Haqverdiyev, 92-də Sadiq Mustafazadə və 125-də Yusif Tursunov bürünc medal qazanıblar. Güləşçilərimiz 169 xal toplayaraq komanda yarışında hər kəsi qabaqlayıb. Bununla da yığmamız medal və final sayı, həmçinin toplanan xallara görə öz rekordunu yeniləyib. Avropa çempionu Arseniy Dijoyev öz təəssüratlarını media nümayəndələri ilə bölüşüb. Stat. Я очень рад, что смог порадовать, выиграть золото. Bizə hər cür şəraiti yaratdıqlarına görə Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Məşqçilərimiz Xətaq Qazimov və Cəbrayıl Həsənova da öz minnətdarlığımı bildirirəm. Qarşıda böyüklərin Avropa çempionatı var. Oraya ciddi hazırlaşıb qızıl medal qazanmaq istəyirəm. Avropa üçüncüləri Murad Haqverdiyev və Rəhman İmanov yarışı bu cür dəyərləndiriblər. Yarış çox güclü keçdi. Çempionluğa gəlmişdim, amma qismət olmadı. Biraz zədələrim var idi. İstədiyim güləş göstərə bilmədim, amma şükür olsun medalsız qalmadım. İnşallah qarşıdan gələn dünya çempionatlarına yaxşı hazırlaşıb, Allahın iznilə çempion olaram və Azərbaycan bayrağının ilk vətədə qalıb davranıram. Medalsız qayıtmadım, birinci yarışım idi. Əziyyət çəkdim, birinci görüş 3-0 məğlub oldum. Mən oradan Rus finala çıxdı. Şükür olsun, mənim medal qazanma şansım oldu. Qeyd edək ki, Avropa birinciliyi martın 14-də başa çatacaq.